Qızılgülün pöhrələrinin inkişaf fazasıdır və biz bu dönəmdə qızılgülə kökdən hansı gübrəni tətbiq etməliyik qeyd edirəm. Və gördüyünüz kimi burada 3 məhsul var və bu 3 məhsul da reklam xarakterli deyil. İlk öncə bundan başlayaq. Bu amofosdur. 12-52-dir. Tərkibində həm azotu və həmçinin də fosforu ehtiva edir. 12% azot, 52% fosfor var. Monokalium fosfatdır. 52-34 kimi də səsləndiririk və bunun tərkibində fosfor və kalium elementləri var. 52% fosforu, 34% də kalium özündə ehtiva edir. 11-11-21 mənim ən sevdiyim gübrədir. 11-11-21 Kropker tərkibində 11% azot, 11% fosfor, 21% kalium elementini özündə ehtiva edir. Bu gübrələrin üçündən hər hansı birində tətbiq etmək olar. Məsləhət görərdim ki, bu 11-11-21-dən bitkinin gövdə ətrafına səpəsiz. Gübrəni gövdədən, ştampdan biraz aralı məsafədə səpmək məqsədə uyğundur. 15 qram, 20 qram səpə bilərsiniz. Gübrəni səpəndən sonra şərait varsa, imkan varsa yüngülcə yumşaltma edib sulamağınız məsləhətdir. Uğurlar.